Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. İş axtaranlara və hüquqi yardıma ehtiyacı olan vətəndaşlara 2 şart xəbər çatdırmışam. Videoya sona qədər baxın ki, aydın olsun ki, şart xəbər nədən ibarətdir. Hörmətli izləyicilər, zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Deməli, belə deyində hörmətli izləyicilər, WhatsApp qrupu yarada bilən şəxslər evdə oturaraq artıq işləyə biləcək. Mən iş təklif edirəm. İş nədən ibarətdir? Hörmətli izləyicilər. Bir qrup yaradıcısı 40 nəfərdən ibarət minimum. Və həmin qrupda məlumat verirsiniz mənim fəaliyyətim barədə. Və qrup rəhbərinin razılığıyla mənə müraciət edən şəxslər 20% endirim əldə edir və bundan da əlavə qrup rəhbərinə, yəni belə WhatsApp-ın admininə 20% əlavə ödəniş olub mən tərəfdən. Şərt nədən ibarətdir onu qeyd edim. Məsəl üçün hüquqi məsləhətin verilməsi telefonla və yaxud əyani 10 manatdır. Amma qrup adından gəlsə 8 manat ödəniş edəcək həmin vətəndaş. Eyni zamanda da 8 manatdan mən 2 manat ödəniş edəcəm. Ərizələrin yazılması 50 manatdır. Beləsinə bir halda 10 manat qrup adından gələn vətəndaşa endirim olacaq. Eyni zamanda əlavə 10 manat da qrup rəhbərinə, yəni WhatsApp qrupunun admininə ödəniş olacaq. Hörmətli izləyicilər. Və bundan da əlavə qeyd edin ki, əgər kim istəsə, məsələn, qrup rəhbərlərinə və yaxud qrup üzvlərinə sizə şifahi ərizə formasını deyib biz özümüz yazırıq, 10% də həmin şəxsə veriləcək. Yəni, belə bir iş növü var. Hörmətli izləyicilər. Yeganə şərt ondan ibarətdir ki, WhatsApp qrupunun minimum 40 nəfərdən ibarət olmalıdır. 18 yaşından yuxarı olan şəxslər olmalıdır. Eyni zamanda həmin WhatsApp qrupunda minimum həftədə 2 dəfə mənim videolarım getməlidir ki, yəni insanlar bilsin nədən söhbət gedir. Hər deyəsiz ki, evdə otura-otura işləmək olacaq, bəli olacaq. Mən özüm birinci qrup əri olduğuma görə, əri arabasında olduğuma görə hüquqşünas kimi onların fəaliyyət göstərirəm. Olur. Xüsusilə də regionaldan daha çox müraciət olur. Sosial yardımdan bağlı, pensiyadan bağlı, əmvəkin mübahisəsindən bağlı, boşanmanla bağlı, almətlə bağlı, vəsailə ilə bağlı və digər məsələlərlə bağlı hörmətli izləyicilər. Mənim özümün 1700-dən artıq şotla birlikdə videolarım var. Baxıb tanış ola bilirsiniz. Orada izah verəyəm ki, nəyi necə etmək lazımdır. Bir daha xatırladıram. Qrup yaradan şəxs 20% endirim alacaq. Yəni ki, kim mənə müraciət etsə, həmin şəxsə 20% endirim. Eyni zamanda 20% də qrup rəhbərinə ödəniş olur.